Gəlin bu cümlənin gizlisinə tərcümə eləyək. Nazlı Fuadı sevməsinə baxmayaraq Zaurla evləndi. Baxmayaraq ki, although Nazlı baxmayaraq ki, Nazlı nə edir? Feil. Sevir, loved. Kimi sevir? Fuadı. Loved Fuad. O Zaurla evlənir. Zaurla evlənir. Kim? Nazlı evləndi. O burada olacaq. She married Zaurla Zaur. Also baxmayaraq ki, Nazlı loved Fuad. Nazlı Fuad sevirdi. She married Zaur. O Zaurla evləndi. She burada şəxs əvəzli idi. Burada idi, evləndi, keçmiş zamandakının şəkilçisidir.